Sumqayıtla bağlı bu videoya yəqin ki baxmısınız. Malı yığıştı. Elüler de dedim malı yığıştı. Dediğin sözü tanırsan ona göre. Ne demişler? Altında o qədər negativ rəylər var idi ki, adam heç oxumaq istəmirdi. Mən 4-5 il bundan qabaq gəlmişəm Sumqayıta və indi müqayisə edəndə tamam 180 dərəcə dəyişib. Təmizliyinlə, nizam intizamınla. Amma bu video bu işlərə kölgə salıb. Halbuki dəstəkləməli idi. İstər biznes etik olsun, istər dövlət qulluqçularının etik davranış haqqında qanunlarının məqsədləri olsun. Orada əsas olan nədir? Nəzakətlilik. Burada isə biz nəzakətlilik görmürük. Çünki dövlət qulluqçusu birinə bozarma deyil. Birinə mənim qadamı alma deyil. Mən niyə qadam alsın? Alma, mən qadam. Arkadaş sağ ol da qadam olmuş. Birinə sən belə eləmə deyil. Eyni videonu Türkiyədə də görə bilərik biz. Buyur abi. Ben belediye başkanıyım. Gerçek. Ya belediyeye sıkarken iyi düşün. Bir anda belediye başkanı karşına çıkabilir yani. Olabilir başkanım. Ha çalışmıyor diyorsun vicdansız. Bunları siz yapıyorsunuz. Ama Senin müşterin. Ben temizliyorum şimdi ama başkanım. Hadi bakalım görüşürüz. Merhaba abi hayırlı akşamlar. Orada isə bələdiyyə işçiləri vətəndaşlara video vasitəsilə çatdıra bilir ki, küçə ticarəti, orada qoyulan qidalar sizin sağlamlığınıza zərər verir deyə biz ona görə bu addımları atırıq. Və bir ahəng var vətəndaş və bələdiyyə tərəfindən. Bizdə isə tamamilə fərqli bir video gördük. Elədikləri yanlışdımı? Xeyr. Qayda olaraq doğrudur, üslub olaraq yanlışdır. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir. Təhqir edilməməlidir, incidilməməlidir. Belə hallar var. Kim bunu edir? Dövlət məmurları.